Axşamınız xeyir, idman xəbərlərini təqdim edirik. Türkiyənin paytaxtı Ankarada boks üzrə Avropa çempionatında bugün final görüşləri keçilir. Azərbaycan yığma komandasının 200-lü qitə çempionatının qızıl medalı uğrunda həll edici döyüşlə mübarizə aparıb. 49 kiloqramda Salman Əlizadənin rəqibi Rusiya boksçusu Belik Qalanov olub. Olduqca gözəl döyüş keçirən Salman yekunda 14-16-14 hesabı ilə qələbə qazanaraq Avropa çempionu oldu. 91 kiloqram çəki dərəcəsində Teymur Məmmədov isə Bolqaristanlı Tervel Pulevlə üz-üzə gəlib. Bir neçə dəqiqə bundan əvvəl başa çatan qarşılaşmada qələbəni həmvətənimiz bayram edib. Xatırladaq ki, dünən keçilən yarımfinal döyüşündə İrlandiyalı rəqibinə uduzan 64 kiloqram çəkili boksçumuz Heybətullah Hacıəliyev bürünc medal qazanıb. Beləliklə, komandamız Avropa çempionatını 2 qızıl və 1 bürünc medalla tamamlayıb. Ömür boyu xoşbəxt olmalarını arzulayırıq. Sizə də qoy qismət olsun. Xoşbəxt günlərinizi çəkmək arzusuyla mən Gülzar sizinlə elə sadəcə sağlaşıram. Amma gələn həftə inciləri izləmək bayağı hava değişti. Azeriler bayraklar havalarda uçuştu. Neler söyleyeceksiniz? Bugün ölkə mediasında Kosta-Rikalı hücumçu Winston Parks'ın Xəzər Lənkərandan 200 min Amerika Birləşmiş Ştatları dolları müqabilində Bakı klubuna keçməsi haqda xəbər verilib. Paytaxt klubunun rəsmi nümayəndələri isə bu məsələnin tam yekunlaşmadığını, amma bu istiqamətdə fəaliyyətlərini davam etdirdiklərini bildiriblər. Rumıniyanın Timișoara klubuna məxsus olan Kosta-Rikalı hücumçunun Bakı klubuna keçməməsinə yalnız yaxın günlərdə aydınlıq gələcək. Hər halda klub rəsmiləri transferin reallaşacağına ümid bəsləyirlər. Bu arada Serbiyanın Zrenjanin şəhərində gənclərin güləş üzrə Avropa birinciliyi davam edir. Artıq qızlar da mübarizəyə qoşulublar və Azərbaycan yığma komandası medal hesabını açıb. Yeniyetmələrin Singapur Olimpiyadasının qalibi 51 kiloqram çəkidə yarışan Fatimat Baqamedova Polşa, İspaniya və Almaniyalı güləşçiləri məğlub edərək finala çıxıb. Amma həlledici görüşdə Finlandiyalı rəqibə uduzaraq gümüş medal qazanıb. Fatimatın bacısı Marzigetta mükafatçılar arasındadır. 44 kiloqramda çıxış edən güləşçimiz Fransa və Moldovalı idmançıları mübarizəni kənarlaşdıraraq yəni finala çıxıb. Burada isə Rusiya təmsilçisini uduzduğundan 3-cü yer uğrunda yarışmalı olub və Rumıniya idmançısına qalib gələrək bürünc medala gələnib. Bugün güləşçi qızlar arasında daha 4 çəkidə qaliblər müəyyənləşəcək. Bugün Şağan İdman Olimpiya kompleksində sambo üzrə serinin və Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə əsr olunmuş Azərbaycan kubuku yarışları başlanıb. Fəxri mükafat uğrunda yarış 3 yaş qrupunda yeniyetmələr, gənclər və böyüklər arasında keçilir. 3 günə yekunlaşacaq turnirdə qələbə uğrunda 300-dən çox samboçu mübarizə aparır. Azərbaycan kubokuna bu ilki ölkə çempionatında ilk 10-luğa düşmüş idmançılar da iddialıdır. Qalib samboçular yığma komandaya cəlb olunacaqlar. Təşkilatçıların məqsədi yeniyetmələr arasında dünya birinciliyinə, həmçinin böyüklər arasında dünya çempionatına ən layiqli samboçularla yollanmaqdır. Yeri gəlmişkən sözü gedən yarışların hər ikisi Litvada təşkil olunacaq. Yeniyetmələr bu ilin oktyabrında Rigada, böyüklər isə noyabrda Vilnius şəhərində bir araya gələcəklər. Asiya zonasında futbol üzrə London Olimpiya oyunlarına təsnifat mərhələsinin ikinci raundunun cavab oyunları keçirilir. Bu mərhələdə 24 komanda iştirak edib ki, onlardan da 12-si mübarizəni davam etdirmək hüququ qazanıb. Həmin komandalar püşklə 3 qrupa bölünəcəklər. Qrup qalibləri, yəni 3 komanda birbaşa Olimpiya oyunlarına vəsiqə qazanacaq. İkinci yeri tutan 3 komanda isə dairəvi sistemlə bir dövrəlik turnirdə sonuncu vəsiqənin sahibini müəyyən edəcəklər. Dünən keçirilən oyunlardan ən maraqlısı İran-İraq görüşü olub. İlk maçda İraqda 1-0 hesabı ilə qalib gələn İran evdə gözlənilmədən 0-2 hesabı ilə uduzub. 35 və 63-cü dəqiqələrdə Radinin vurduğu qollar İraqa qələbə gətirib. İraqla yanaşı Olimpiya oyunlarına vəsiqə uğrunda Avstraliya, Suriya, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Yaponiya, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman və Malayziyada mübarizəni davam etdirir. Futbol mövzusuna davam edirik. Meksikada 17 yaşlı futbolçular arasında dünya çempionatı davam edir. Artıq qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub. İ qrupunda Almaniya komandası Burkina Faso ilə oyunda qələbə qazanıb. Artıq 4-cü dəqiqədə Göray Günter hesabı açıb. 26-cı dəqiqədə Levent Ayçiçək penaltini dəqiq yerinə yetirib. Yekun nəticəni müəyyən topu isə 64-cü dəqiqədə Mitchell Weiser vurub. Burkina Faso 0, Almaniya 3. İlk turda məhz Almanlara uduzan Ekvador komandası isə Panama ilə maçda qalib gəlib. Halbuki hesabı 33-cü dəqiqədə Panamalı Forman Aguilar açıb. Amma 61-ci dəqiqədə Jordan Jaim
Oyunun başa çatmasına 8 dəqiqə qalmışsa, Jose Kivalos hadisələrin gedişini Ekvadorun xeyrinə dəyişib. 2-1. 2 turdan sonra İ qrupunda 6 xallı Almaniya liderdir. İkinci, üçüncü yerləri bölüşən Panama və Ekvador hərəyə 3 xal toplayıb. Burkina Faso hər iki oyunda məğlub olub. F qrupunda çıxış edən Braziliyada ardıcıl ikinci qələbəyə sevinib. Avstraliya kollektivi ilə qarşılaşmanın 76-cı dəqiqəsində Adrianın cərimə zərbəsindən vurduğu bu gözəl qol Cənubi Amerikalılara 3 xal qazandırıb. Côte d'Ivoire Danimarka maçı isə Afrikalıların hücumçusu Süleyman Kulibalinin benefisi ilə ayaqda qalıb. Əslində qarşılaşma Avropalılar üçün yaxşı başlayıb və onlar 9-cu dəqiqədə Kenneth Zoher, 32-də isə Victor Fischer'ın sayəsində 2 dəfə hesabda önə keçiblər. Amma Kulibalinin pokeri 23, 37, 41 və 69-cu dəqiqələrdə vurduğu 4 gol Côte d'Ivoire-a qələbə qazandırıb 4-2. Bu qrupda yarış cədvəlinə 6 xalla Braziliya başçılıq edir. Côte d'Ivoire və Avstraliyanın hərəyə 3 xalı var. Hər iki oyunda məğlub olan Danimarka isə qrup sonuncusudur. Tarixində ilk dəfə elitanı tərk etmək təhlükəsilə üzləşən Argentinanın River Plate komandası doğma monumental stadionda keçiriləcəyi məşqinə çıxmayıb. Buna isə azarkeşlər səbəb olub. Komandanın oyunundan narazı qalan fanatlar hələ Belgrano ilə ilk oyunda hesab 0-2 olarkən meydana çıxmış və etirazlarını futbolçulara kəskin şəkildə bildirmişlər. Bir daha xatırladaq ki, Argentina çempionatının reglamentinə əsasən son 3 ildə yüksək liqada ən aşağı nəticə göstərən və həmin nəticələrə əsasən 17-18-ci olan komandalar 2-ci divizyonda 3-cü, 4-cü yerləri tutan klublarla yüksək liqa uğrunda mübarizə aparmalıdırlar. İş elə gətirib ki, ölkənin ən nüfuzlu klubu ilk Argentina çempionatından daim yüksək liqada çıxış edən 3 klubdan biri olan River Plate güclülərin sırasını tərk edə bilər. Bununla barışmayan azarkeşlər isə Argentinanın paytaxtı Buenos Aires'də kluba məxsus stadionun qarşısında etiraz aksiyası təşkil edib və intizamsızlığa yol veriblər. Xuliqanlıq hərəkətlərinin qarşısı yalnız polisin müdaxiləsi ilə alınıb. Ona görə də yaranmış vəziyyətdən ehtiyatlanan klub rəhbərliyi məşqləri başqa bir yerdə davam etdirmək qərarına gəlir. Həmin yer isə gizli saxlanılır. Rusiyanın Anji klubunun Braziliyalı futbolçusu Roberto Carlos'un yenidən Rusiyalı azarkeşlərin təhqiramiz hərəkəti ilə üzləşməsi Rusiya Futbol İttifaqını ciddi addımlar atmağa sövq edib. Rusiya Premyer Liqasının Kryasovetov Anji oyunu zamanı yerli azarkeşlərdən biri Roberto Carlos'a banan atıb. Buna etiraz əlaməti olaraq futbolçu maç başa çatmamış meydanı tərk edib. Məsələ ilə bağlı Rusiya Futbol İttifaqı nizam-intizam qaydalarında bəzi dəyişikliklər edib. Bundan sonra oyun zamanı azarkeşlər irqi ayrı seçkilik zəminində hərəkətlərə yol verərsə, ev sahibi klub ən azı 1, vəziyyətin ciddilik dərəcəsinə görə hətta 3 oyunu azarkeşlərsiz, yaxud neytral meydanda keçirəcək. Futbolçuların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermiş azarkeşlər isə hüquqi məsuliyyətə cəlb olunacaqlar. Wimbledon tenis turnirində bugün ikinci dövrəyə yekun vurulub, üçüncü dövrəyə start veriləcək. Amma 16-da bir finalın iştirakçıları arasında Roland Garros turnirinin qalibi Çinli Nali yoxdur. Roland Garrosda qalib gəlməklə Çinli tenisçi Nali idmansevərləri necə təəccübləndirmişdisə, Wimbledon turnirində dünən Almaniyalı Sabina Lisickiyə uduzmaqla da hamını şoka salıb. Halbuki Nali ilk setdə 6-3 üstün olmuşdu. Almaniyalı Lisicki ikinci setdə 6-4, üçüncünü isə 8-6 hesabı ilə öz xeyrinə tamamlayaraq qələbə qazanıb. Serbiyalı Anna Ivanoviç Yunanistan təmsilçisi Eleni Danildunu çətinlik çəkmədən məğlubiyyətə uğradıb 6-3, 6-0. ABŞ tenisçisi Serena Williams isə Rumıniyalı Simona Halepə yalnız ilk setdə sevinməyə imkan verib. Növbəti hissələrdə müvafiq olaraq 6-2 və 6-1 üstün olan Williams yoluna davam edir. Kişilərin mübarizəsinə gəlincə dünyanın ən güclü tenisçilərindən biri olan İsveçrəli Roger Federer hər üç setdə fransız Adrian Mannorina'dan güclü olub. 6-2, 6-3, 6-2. Serb Novak Djokovic də Cənubi Afrikalı Kevin Anderson'la görüşü 3 setə yekunlaşdırıb. 6-3, 6-4, 6-2. İsveçli Robin Söderling ilə Avstraliyalı Leighton Hewitt arasında oyunun taleyinə isə yalnız 5-ci setdə aydınlıq gəlib. Növbəti mərhələyə vəsiqəni Söderling qazanıb. Mənim sizə çatdıracaqlarım bu qədər. Efirimizi isə hava haqqında məlumatla davam etdiririk. Sağ olun, salamat qalın.